Rusiya rəhbərliyi işğalçıdır. O ölkəni məhz bu üsullarla idarə edir. Telegraf xəbər verir ki, bunu Rusiyada yaşayan erməni politoloq Kamo Beglaryan deyib. Stat: Rusiya rəhbərliyinin fəaliyyəti ölkənin və xalqın maraqlarına ziddir. Hamı ilə haqq hesab çəkirlər. Xalqın səsi susturulub. Danışan hər kəs cəzalandırılır. Ölkədə hər yerdə korrupsiya hökm sürür. Hamısı Putinin tanışlarıdır. Belə davam etsə Rusiya dağılacaq. Statın sonu. Beglaryan əlavə edib ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələnədək Ermənistan Rusiyanın ən sadiq forpostu olub. İndi vəziyyət dəyişib. Stat: Putin Paşinyana deyib, Köçəryan mənim dostumdur. Paşinyan isə cavab verib, belə dostlarınızın olmasına təəssüf edirəm. Putin kinli, qisasçıl insandır. Ermənistana nə etməli olduğunu diktə edirdilər. Müəssisələrini keçmiş hakimiyyətlərin dövründə qəpik-quruşu Ermənistanın əlindən alıblar. Bugün də hesab edirlər ki, Ermənistan Rusiya imperiyasının bir hissəsidir. Statın sonu. Politoloq seçkilərdə istədiyi nəticəni ala bilməyən Rusiyanın Ermənistanda sabitliyi pozmağa cəhd edə biləcəyini də istisna etməyib. Stat: İstisna etmirəm ki, hansısa məqsədə çatmaq üçün zorakılığa əl atsınlar. Hətta silah tətbiq edə, adam toplaya, hökumət binalarını ələ keçirməyə cəhd göstərə bilərlər. Rusiya düşünür ki, Konstitusiya Məhkəməsinin seçkilərinin nəticələrinə dair qərarından sonra küçələrə 10-20 min nəfər çıxarıb ixtişaşlar törətmək mümkündür. Statın sonu.